Getdin dövlət sənsin neynədə, mən getməyim, sən getmə. Və bizim anamızı, bacımızı 94-cü il o kişilərin yadındadır, Lənkərana tanklar girmişdi. Bizim ata-babalarımız bu yolu qoyub bitsin. Bizim qiriyyətli əmilərimiz, dayılarımız bu yolu qoyub bitsin. Biz elə belə bu döyüşə getməmişik, reklam xarakteri olaraq. Biz getmişik ana bacımızın yaylığı, ki ermənidə qalmışdı, aldığı qaytardı. Bu sözü mən hərbiçi olanda mənə bir Ağdamlı qadın demişdi. Çox da özünüzü yuxarı ilə aparmayın, bizim yaylığımız ermənidədir. Çünki onun həyat yoldakı şəhid idi. Mən buradan o qadına deyirəm, bəlkə də mənə eşidir, yaylığınızı almışıq. Bizlə fəxr eləyə bilərsiniz. Ən azından. Büyün də döyüş olsa, bax, and ola Allah, qapıdan çıxın desinlər döyüş, birinci maşına bu, hamısı oturacaq, buradakı oğlanlar hamısı oturacaq. Mən buna özüm kimi inanıram. Amma bir dənə xahişim var, şəhidlərə, qazilərə, veteranlara